Bugün mən Tərtər rayondayım. Tərtər rayon Sazaz kəndindəyik. Bugün biz şəhid mövluduna gəlmişik, şəhid evinə gəlmişik. Qəhrəman şəhidimizin, şəhid Məmməd Mehdi Elçinoğlu'nun mövlududur. 6-sı 4-cü ay 2026-cı ildir. Bu ocağa gəlməyə özümüzə bir qürur verdik. Yəni, bugün bu ocaqda, bu şəhidin evində olmaq mənim üçün bir qürur, fəxr. Hər bir şəhid evində olanda özümüzə bir ocaq biz fəxr bildik. Bugün də bu qardaşımızın mövluduna gəlmək, evinə gəlmək, bu ananın huzurunda olmaq mənim üçün bir qürur, fəxrdir. Belə anaların yanında, belə evlərdə olmaq bizim üçün bir fəxrdir, qürurdur ana. Allah balağa rəhmət etsin, şad olsun, cənnətlər mübarək olsun. Allah sizə səbir versin deyirəm. Nə yaxşı sizin kimi analar var, yaxşı sizin kimi analar tanıdıq. Namık qardaş sağ olsun. O gündə ki, belə bir anamız var, onun qardaşımız var, mövlududur. Dedim, xoş mən o eləmək istəyirəm özüm üçün. Bugün bura gəlmək bizim üçün qürurdur, fəxrdir. Bu şəhidlər bizim baş tacımızdır, bizim qürurumuzdur. Biz hər zaman sizin kimi analarını boşlayıq, hər zaman sizin kimi analarını huzuruna getmək, ayağına gəlmək bizim üçün böyük bir fəxrdir. Allah sizin kimi oğullar da var eləsin. Mən də bugün sizin kimi oğullarla qürur duyuram ki, bugün məni tək qoymamısınız. Bugünkü günü mənim yanımdasınız. Mən də sizin kimi oğullarla fəxr edirəm. Allah sizləri var eləsin. Namık. Allah səni mənə çox görməsin. Sağ ol. Hər bir vaxt mənim yanımdasın. Borcumuz şu an sənin kimi ananın yanında, sizin kimi ananın huzurunda olmaq bizim üçün böyük qürurdur, fəxrdir, borcumdur. Vallahi mən fəxrlə, qürurla hər zaman, hər qapıya gedəndə bir ana bilmişəm. Mən bütün şəhid anaların öz anam bilmişəm. Polad nətərdə bütün şəhidlər hamısı mənim üçün elədir. Ona görə də bugün bu mövzudda iştirak eləmək, bugün bu evdə olmaq, bu qardaşımızın ev muzeyinə gözəl evin ziyarət etmək mənim üçün böyük bir qürurdur, fəxrdir. Bugün də bu şəkil Gizir Polad Əliyevlə qardaşımın şəklini böyüdüb gətirib sizə qardaşımın ev muzeyinə təqdim etdim, edirəm də. Bugün nə yaxşı ki, belə bir şəhid qardaşlarımız, nə yaxşı ki, belə sizin kimi analarımız olub, tanıdıq, bizim üçün böyük qürurdur. Hər bir bölgədən asılı olmayaraq, bizim üçün böyük bir fəxrdir, qürurdur getməyimiz. Hər bir yoxdur, Tərtər, Azərbaycan hər bir bölgəsi mənim üçün eyni bir doğma, millət və kandır. Şəhidlərimizi unutmayaq biz, mən həmişə demişəm. Kimin fikri nətər dəyər bilmərəm, mən şəxsən öz şəhidimə nətər dəyər vermişim, bütün şəhidlərə dəyər verirəm. Nə yaxşı sizin kimi analar var, Allah sizə dəyməsin. Allah gözəl qardaşımızın ruhu şad eləsin, mövzuda mübarək olsun deyirəm. Amin. Allah sizləri hər zaman bu dünyada var eləsin deyir. Siz yaşın qalaraz yaşasın. Amin.